Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda mərkəzdə, mərkəzi parka yaxın, yəni yaxınlığında və mərkəzi bazarın yaxınlığında 12 mərtəbəli binanın 8-ci mərtəbəsində 3 otaqdan ibarət, 135 kvadrat metrdən ibarət olan 3 otaqlı mənzilimiz satışa çıxıbdır. Mənzilin otaqları kifayət qədər çox genişdir, şəxsi mənzildir. Təcili pul lazım olduğu üçün satışa çıxıbdır. Ev 135 kvadratdır, qiymət də çox münasibdir. Gördüğünüz kimi hal-hazırda biz burada dəhlizdəyik və otaqların qapıları hər biri dəhlizə açılır. Hamam otaqları ayrı-ayrıdır və döşəməsi bütün otaq boyu evin hər biri döşəməsi istilik sistemidir. Buradan sol tərəfdə bax bunu göstərir, geniş bir zal otağı yerləşir. Otaqların hər biri kifayət qədər genişdir və hər bir otaqda TV üçün də işıq xətti çəkilib. Buradan pəncərəsi binaya baxır. Maşın üçün parkovkada göründüyü kimi bina qarşısındadır. Binada tam yaşayış var. Enli bir göründüyü pəncərə qoyulubdur. Qeyd etdim ki, otaqların hər biri kifayət qədər genişdir və şəxsi evdir. Asma tavandır. Tavanları, otaqlar, qapıları, bax bura dəhlizi. Buradan bir yataq otağı, geniş bir yataq otağıdır. Kifayət qədər çox geniş bir yataq otağıdır. Keyfiyyətli qapılar qoyulubdur. Burası isə ikinci bir yataq otağı. Baxın, bax belə bir geniş bir yataq otağı. Döşəmə qeyd etdiyim kimi istipoldur və hər bir otaqda da TV üçün işıq xətti çəkilir. Burası isə qeyd etdiyim kimi sağ tərəfdə park yerləşir, bazar, sol tərəfdə bazar yerləşir, mərkəz yerdədir, parkın tam yaxınlığında. Və burada isə mətbəxi, asma tavanlı, bax belə bir geniş bir mətbəx. Mətbəxin özü elə bir otaqdır. Kifayət qədər çox geniş bir otaqdır. Mətbəx mebelüsündə yeri hazır vəziyyətdədir. Və beləsinə bir asma tavanlıdır. Və burada mətbəxdən balkona çıxışı, geniş bir balkonu var. Qaz sayğacı qoyulub, qaz su işıq kommunalların hər biri çəkilibdir. Baxın, bura isə ətraf mənzərəsi. Bura isə mərkəzi, həmin o yol. Sağ tərəfdə burada park yerləşir və bura isə bazar yerləşir. Marşrut işləyib yolla mərkəzi bir yerdə yerləşir. Yaxınlıqda məktəb də var. Bir sözlə yaşayış üçün tam yararlı bir yerdədir. Və bir də onu qeyd edeyim ki, işıqların hər biri şılanq içi ilə çəkilib. Yəni şılanq içi ilə çəkilib. Heç bir, yəni gələcəkdə də tam təhlükəsiz vəziyyətdə. Bax, bura isə hamam otağı və bu hissədə də şkaf yığmaq olar. Bu hissədə boşluq saxlanılıbdır. Asma tavanlı, metlaq kafelədir. Keyfiyyətli kafelərdən istifadə olunubdur. Təmiri çox gözəldir, təmir olunub, keyfiyyətli təmir olunub. Bura isə digər bir hamam otağı ikinci. Evin qeyd etdiyim kimi 135 kvadratdan ibarətdir və onu da qeyd edim ki, qiyməti 160 min manata deyilir. 160 min manat və real alıcıya endirim olunacaqdır. Şəxsi evdir, sahibi tərəfindən satılır. Təcili olaraq satılır və qiymətindən də kvadratına da baxanda çox bəlli olur. Bu ev haqqında və digər başqa evlər haqqında əlavə məlumat almaq istəyənlər aşağıda və ekranda göstərilən nömrə ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərlər.